Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. 9-cu sezon qrup oyunları davam edir. Günün daha bir maraqlı qarşılaşmasında bir yerdəyim. Beşevlər və Baku City kollektivləri üzrədir. Bu qarşılaşmada hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümidlərəm maraqlı məhsuldar oyunun şahidi olacaq. Meydanın sol tərəfdə Beşevlər, sağ tərəfdə isə Baku City kollektivi çıxış edir. Mehmet Dizi anlaşa bilmədi orada Rasimlə. Topu rəqib meydana daxil etməlidir. Vüsal Abbasov. Düşüncəsi alınmadı Asəf Zeynalov. Asəf. Vüsal. Zərbə keçmir. Küncdən zərbə. Yeni gələn hər biriniz xoş gəlmişsiniz. Bəli, Polestarın oyunu var. Səhv etmirəmsə var. Asəf. Cavidan. Təzyiq var. 3 nəfər birgə pressing edir. Rzayev topu uzaqlaşdırmaqla kifayətləndi. Kapitan Xəyal. Qulev Xəyal. Baku City'nin kapitanı Rasim Cavadov. Taban ötürməsi tələsmir. Xəyal. Ara ötürməsi Rasim Cavadov. Ən geriyə. Əlif Sədayl. Məhz ötən oyun. Son saniyə qolu ilə komandasını məğlubiyyətdən xilas etmişdi. Zərbəsi zamanı topun arxasına özü keçdi. Komanda yoldaşlarına buraxın zərbəni mən endirəcəm dedi və topu tutorlara yollayıb son saniyə qolu ilə komandasını məğlubiyyətdən xilas etmişdi. BBO növbəti oyunlarda uğurlar arzu edirik. Çox sağ ol, var ol. Rzayev. Qarşılaşma yeni başlayıb. 3-cü dəqiqə oynanılır. Qolsuz bərabərlik var. Cavidan bir rəqibini aldatdı. Asəf Zeynalov. Ara ötürməsi Vüsal İbrahimova doğru. Doğrusu səhvimi düzəldim. Vüsal Abbasova doğru bu arada. Sərt bir müdaxilə edir Nihat Neymətovla. Xəyal arasında bir qədər köntöy davrandı. Xəyalla qarşı. Ümid edək ağır zədəsi olmaz. Çəkilişlə bağlı mənə şəxsən yazın, zəhmət olmasın. Bir qədər yaxşı görünür. Bəli, hər şey yaxşıdır. Mübarizəyə davam edəcək. Referinin sərbəst atışı ilə də oyun bərpa olunmalıdır. Rasim fair-play olaraq topu rəqiblərinə göndərir. Cavidan Kamilov. Xəyal Quliyev. Kapitan topladı. Mehmet Diziya. Eyni icrata Rasim Cavadov. Orada Asəfin bir toxunuş var idi. Rasim Cavadov. Bu komanda yolaşı üçün buraxdı Ziya. Kənan Səfərova doğru ötürmə imkanı çatmır. Vüsal yeni bir həmlə Beşevlər adına ola bilər. Görün ön istiqamətdə necə pressing edir Baku City kollektivi.
Yaxıdan top hərəkətliyi qazanmalıdır. Ziya Fəridə çatmadı. Cavidan Asəf Zeynalov ötürmə. Vüsal Abbasov. Vüsal Abbasov. Beşevlər artıq öndədir. Hesab açıldı qarşılaşmada 1-0. Beşevlər 1, Baku City 0. Cavidanlar ötürməsində Vüsal Abbasov boşa çıxmışdı və Vüsal 1-1-də rəqibini məyus etməyi bacardı. Görək Baku City'nin buna cavab olacaqmı? Sədail Fəridə doğru ötürmədi. Cavidan Fərid araya girdi və gol! Cavab gecikmir. Sona qədər rəqibini təqib etdi. Fərid Babayev. Qolun adı qolun müəllifi odur. Rəqibin çox sevinməsinə imkan vermədi. 1-1. Yeni gələnlərimiz xoş gəlmişsiniz. Nəzər çatdırım ki, komanda şəkildə qatılmaq istəyənlər mənə yazsınlar, yönləndirəcəm. Turnir rəhbər tərəfindən ətraflı məlumat veriləcək. Fərdi şəkildə qatılmaq istəyənlər bura yazsınlar. Kimsə komandasına qatılmaq istəsə, o da sizin sorunuzu cavablandırar. Həmin epizodda zənnimcə məhz qapıcı ilə oyunçu anlaşa bilmədi. Bir-birlərinə buraxdılar sanki topu və bu arada da rəqib araya girdi və torlara yollama bacardı. Ziya! Bir dəqiqə içində biz 2 qol izlədik ardarda. Vüsal Abbasovun açıq hesab Fərid Babayevin qol ilə də bərabərləşdi. Neymətov. Cavidan Kamilov gözlətmədən ötürmə. Amin Nəbiyevə doğru ötürməkdir bu. Bəli, yeni Suraxanı stadiondur. Ekran bəyəni 30 min edək. Zəhmət olmasa bəyəni paylaşaq. Suallarınız olursa da yazın. Mən də fasilə yanan zaman hər birini cavablandıracağım. Heç birini boş keçmirəm. Nihat Neymətov təzyiq öz bərəsini göstərdi. Kənan Səfərov, Rasim. Vüsal topla irələdi. Dirəyə toş gəldi. Bu səfər alınmır. Cavidan. Nihat Neymətov. Nihatın zərbəsi. Daha bir tirəyə toş gələn top. Artıq bu arda ikinci zərbədir. Dirəyə deyil. Üçüncüdə. Ola bilər. $28.500'də bəyənənlər aşağıda adlarınızı görürəm. Zəhmət olmasa hər kəs bəyənsin, paylaşsın. 30 min edək. Suallarınız olduqca da yazın. Mən də cavablandıracağım. Qapıdan zərbə. Cavidan Kamilov. Taban ötürməsi Asəf Zeynalov. Ara ötürməsi keçmir. Qarşılaşmada bir-birlik bərabərlik var. Xeyal. Quliyev Xeyal. Cavidan qarşıladı. Orada Nihat Neymətovun önündə qaldı. Son müdaxilə Babayevdən. Cavidan. Kamilov bir qədər ayaq saxladı, rəqibin təzyiqini gözləyir sanki. İndi Amin Nəbiyevə doğru Xeyal orada. Barca apardı rəqiblə. Vüsal Abbasov yenidən topla otu. Vüsal! Keçid yoxdur. Köşdən zərbə. Asəf. Amin Nəbiyev. Topu meydanda saxlamağı bacardı. Vüsal. Amma rəqib üçün sanki. Fərid oradan mübarizə apardı. Qarşılıqlı top etkisizlədik. Nihat Neymətov. Özünü çıxmaza saldı. Amin Nəbiyev. Beşevlər adına yeni bir əmli ola bilər. Ziya yaxşı oynayır. Amin Nəbiyev. Əhmədli Ziya. Topu ata yolladı.
Vüsal Abbasov. Məhz qarşılaşmada hesabı açmışdı, amma bu zərbə çox pisi. Özü də narazıdır, özü də məyusdur bu zərbədən. Rasim Cavadov. Cavidan. Oyda biz 30 min edə bilmədik də ekran bəyənməsin. 180 nəfəri və 15 dəqiqədə biz qalmışıq 29 mində. Asef. Yan xəttin. Kökdən zərbə deyil, altdan topa ilə daxil edilməlidir Nihat Neymətov. Cavidan. Əliyev Sədayil. Ziya. Yaxşıl oynadı. Ötürmə, topu meydanda saxlamağı bacardılar. Nihat Neymətov. Asef bir qədər ayaq saxladı. Var olun minnətdarım. Edin də, bəs bunu edin də. Hər birinizə ayrılıqda təşəkkür edirəm, ekranı bəyənənlər. Bəyənək ki, yayım aşağı düşməsin. Bu arada, qarşılaşmada ilk hissəni artıq yarılamışıq sanki. Hesab 1-1'dir, bərabərlik var. Vüsal Abbasov hesabı açıb. Və Fərid Babayev də hesaba bərabərlik gətirmişdi. Ondan sonrası qarşılaşmada qol qeydə alınmayıb. Razayev bir qapıdan digər qapıya. Taymatı götürən tərəf Baku City kollektivi. Yeni gələnlər xoş gəlmişsiniz. Bura haradır? Bura Yeni Suraxanı stadionu. Buyurun, nə sualınız var? Yazın, fasil yaramışkən mən də cavablandırım. Komanda şəklində qatılmaq istəyənlər mənə şəxsən yazsın, yönləndirin, turnir rəhbər tərəfindən sizə ətraflı məlumat verilsin. Başqa nə sualınız oldu, yazın. Mən də cavablandırım. Ekran bəyənənlər, paylaşanlar sağ olun, var olun, aşağıda adlarınızı görürəm. Oxuyum da 1-2 nəfərin adını. Bəhəmməd dayandı ki, oxuya bilmirəm. Tural Abbası stadion arenda verir. Onu stadionla danışmalı, mən nə bilim. Çempionat neçə ay davam edir? Fərqan, çempionat neçə ay davam edir? Komanda sayına bax. Hə, indi məsələn biri. Ay yarım. 2 ay. Tək qoşula bilərəm. Fərdi şəkildə qatılmaq istəyirsiniz, yenə deyirəm. Burada da yayımda yazın. Görən istəyən olsa, məhz komandasına dəvət edə bilər. Taymat bitir. Oyun qaldığı yerdən davam edir. Rasim Cavadov topla irəlilədi. Yaxında komanda yoldaşı var idi. Qapı qarşısına. Bu ötürmə idi, zərbə deyildi zənnimcə. Rızayev üçün bir qədər rahat top oldu. Cavidan Kamilov. Abi Nəbiyevin ön istiqamətində alınmır. Və onda nəzər çatdırım ki, Beşevlər adına texniki zonaya nəzər yetirəndə ehtiyatda heç kəsin olmadığını görürük. Elə bu start heyətlərdə davam edəcəklər oyunun sonuna doğru, daha doğrusu sonuna qədər. Rəqib heyətində isə, Baku City heyətində isə texniki zonada 3 oyuncu var. Bu arada oyuncu dəyişikliyi də baş tutub. Taymatdan sonra Baku City heyətində Kərim Zeynallı komandanın digər bir qol silahı meydandadır. O məhz Fərid Babayev əvəzləyib. Digər əvəz etmə isə Qasımov İsmaildir. O isə Məmmədli Ziyanı əvəzləyib. 2 dəyişiklik görək komandaya necə təsir göstərəcək. Asef, Cavidan, Vüsal Abbasov.
İlk həmlədə topu saxladı davamında. Top meydanı tərk edir. Xəyal, Əliyev Sədayel. Bu günün ikinci qarşılaşmasıdır, bir daha xatırladıram. Məhz bugünün ilk qarşılaşması Türkan və Lyons arasında baş tutmuşdu. Türkan 9-4 hesabı ilə qalib gəldi. Bu qarşılaşmada isə Baku City Beşevlər kollektivlər üzədə masa 1-1'lik bərabərlik var. Və daha da 2 qarşılaşma var. Bundan sonra cərmə zərbəsi Nihat Neymətov topun arxasında. Bu birbaşa qapıya zərbə idi. Toxunuş var. Küncdən zərbə olmalıdır. Nihat Neymətov, Asəv. Son müdaxilə. İsmail'dan gəldi. Bu səfər altdan topa ilə daxil edilməlidir. Yenə məhz Beşevlər adına. Cərmə meydançası səndəvərində 3 komanda yoldaşı var. Rasim Cavadov ram etdi. İsmail itirdi. Zərbə keçmir. Cavidan. Asəv rəqibini aldatmışdı. İsmail'e müdaxiləsi. Qayda pozuntusu qeydə alındı. Bir zərbə cəhdi məsələ Vüsal Abbasov. Zərbə indirir Nihat Neymətov qapı qarşısına. Heç kəs soxuna bilmir. Bir də qədər kör dəbili izlədik. Bu dəqiqələrdə Rasim Cavadov yeni bir əmli ola bilər. Baku City adına Rasim bir rəqibini aldatdı. Devamı gəlmədi. Kərim Zeynalov. Xəyal, aldatıcı cəhdlər. Kapitan qayda pozulub. Vüsal Abbasov qaydanı pozub. Xəyala qarşı. Mən belə anladım ki, Feyqan Kərimov Xəyalın sakitləşməsini istədi. Mən hər şeyi görürəm. Aqressiyaya ehtiyac yoxdur. Daha bir qayda pozuntusunda mən elə Vüsalı sarı vərəqələ cəzalandıracağam. Sən heç narahat olma. Məhz onların məşvərətindən mən bunu anladım. Əliyev Sədayel. Qapı qarşısına. Cavidan Kamilov. Nihat Neymətov. Cavidan. Yavaş-yavaş ilk hissənin sonlarına yaxınlaşırıq. Artıq 19 dəqiqəni geridə qoymuşuq. Qarşılaşmada 20-ci dəqiqə oynanılır. Masa 1-1'lik bərabərlik var. İlk hissədə son 5 dəqiqə. Qasımova qarşı qayda pozulmuşdu. Sədayel ötən oyunu mu xatırlamaq istəyir? Ötən oyunu mu yad etmək istəyir? Cərmə zərbəsi və topun arxasında o. Birbaşa qapıya zərbə. Əliyev Sədayel az qalsın eləməz xatırladacaqdır. Rzayev mane oldu. Keçid vermədi. Bir ara ötürməsi Vüsal Abbasov. Qapı qarşısına ötürmə. İstənilən kimi alamadı. İsmail bir qədər ayaq saxladı. Yanında 2 komanda yoldaşı var. Görə kimlə oynayacaq? Rasim Cavadov. Neymətov. Quliyev Xəyal. Bəli. 6 cərməyə 10 metrlik birbaşa zərbə. Kənan Səfərov.
Rasim aldadıcı cəhdlər, ötürmə, kənar. Kərimdir. Cərmə meydançası daxilində boşda edib. Özü zərbə indirməsi isə alınmadı. İndi yeni bir həmlə, yeni bir cəhd. Kərimə çatmır. Davamında isə Rəqimin zərbəsində top Kərimin əlinə dəydi. Rasim Cavadov. Yerlə zərbə, Rızayev. Kərim Zeynalov. Ən geriyə Əliyev Sədayil. Ekran bəyənməsi əylasız. Çox sağ olun, var olun. Hər birinizə ayrı-ayrılıqda minnətdarım. Aşağıda adlarınızı görürəm. Ara ötürməsi. Asif Zeynalov. Vüsal. Kənan Səfərov ötürməni oxudara girdi. Cavidən Kamilov. Müdafiədə daha yaxşı oynadı. İndi Asif. Masa 1-1'li bərabərliyi var. Bir daha xatırladım. Yeni Suraxanı stadionudur. Vüsal. Qarşılaşmada hesabı məsələ Vüsal Abbasov açmışdı. Daha sonra Fərid Babayev maça bərabərlik gətirdi. Düşünürəm ki, bir gol oyunun tempini artıracaq. Cavidan aldatdı rəqiblərini. Qapı qarşısına ötürmə keçmədi. Asif. Rasim orada. Birə-birdə. Rəqibinə keçid vermir. Kapitan Xəyal. Əliyev Sədayil. Vüsal Abbasov qarşıladı. Nihat ona kömək gəlmişdi. Vüsal Abbasov. Yəni bağladı. Cavidan. Rasim qarşıladı. Cavidan Kamilov. Ötürmə keçmir. Kərim Zeynalov. Kərim. Ən sağına çəkdi. Cavidan rəqibini təqib edir. Elə son toxunuş Cavidandan zənnimcə. Bəli, bəli. Köşdən sərb olmalıdır. İndi bir duran top şansı. Korner yerinə yetiriləcək. Kərim topun arxasında. İtirmə ilə başladı. İsmail'ə aynı olan Cavidandır, yoxsa Asif Zeynal idi. Asif Zeynal. Zərbə, Vüsal. Atını suvordaladı. Keçid vermir. Artıq 24-cü dəqiqə oynanlar qarşılaşmada. Masa 1-1'li bərabərlik var. Komandalar deyəsən fasilə bərabər şəkildə yollanacaqlar. Kənan Səfərov yaxşı oynadı. Rasim Cavadov rəvə etməyi bacardı. Ötürmə kimi olacaq. Bağlıdır. Geriyə mi? Rasim aldatdı bir rəqibini. Özü zərbə indirmək istəsi. Qapçı son anda toxunuş edir. Köşdən zərbə. Kənanın zərbəsi çox pisdir, çox. Komandalarda, oyunçularda artıq yorğunluq hiss olunur. Xəyal. Cavidan Kamilov. Vüsal, Asif Zeynalov. Asif, Vüsal! Əliyev Sədayil. Təhlükəni sovuşturdu. Köşdən zərbə olacaq. Nihat Nemətov. Gəlişinə zərbə indirdi Sədayil. Daha bir həmlə, daha bir cəhd. Artıq son saniyələr, son cəhdlər ilk hissədə. Nihat Nemətov. Nihat topladı. Mərkəz xəttini keçsi. Ara ötürməsi anlaşa bilmədilər. Elə bu cəhdlə də
Bu epizodda da referi ilk hissəni bitirdik. Komandalar fasilə 1-1'lik bərabərliklə yollanır. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik.